Ağlınız və vaxtınız xeyir, Aynesin efirində Ağıl Dəryası başladı. Xoş gördük. Bugün Ağıl Dəryasında 7-ci mövsümün 2-ci oyunundayıq. Əziz 11-cilər, əgər siz Ağıl Dəryasında iştirak edib qalib olmaq istəyirsinizsə, öncə qeydiyyatdan keçin. Qeydiyyatdan keçmək üçün Facebookda Ağıl Dəryası səhifəsinə daxil olursunuz. İsmarıc vasitəsilə layihəmizin prodüseri Nazimlə əlaqə saxlayıb qeydiyyatdan keçirsiniz. Qeydiyyatdan keçməyin digər yolu isə belədir. Şəxsiyyət vəsiqənizi və hansı məktəbdə oxuduğunuzu təsdiqləyən arayışı götürüb Aynesə gəlirsiniz. Aynesin özündə qeydiyyatdan keçərək Ağıl Dəryası intellektual teleshowsunda iştirak etmək hüququ qazanırsınız. Onu da nəzərinizə çatdırım ki, tədris ilinin sonunda qalib olan iştirakçımıza sürpriz hədiyyəmiz var. Odur ki, qeydiyyatdan keçib, iştirak eləyib, qalib olmağa tələsin ki, bəlkə də sürpriz hədiyyəmizi siz qazandınız. Bugün də 9 iştirakçım var və bu 9 iştirakçım bir-biri ilə ağıl, bilik, savad yarışına çıxacaqlar, lakin sonunda bir nəfər qalib olacaq. Nigar Cəfərova, Bakı şəhəri 322 sayılı orta məktəb. 3-cü ixtisas qrupu üzrə Bakı Dövlət Universitetinin Politologiya fakültəsinə hazırlaşır. Boş vaxt tapan kimi şeir yazır. Mikail Müşfiqin şeirlərindən ötürü ürəyi gedir. Səməd Vurğunun yaradıcılığını heç sevmir. Siyasətlə maraqlansa da gələcəkdə jurnalist olmaq istəyir. Azərbaycandakı televiziyaların fəaliyyəti ürəyincə deyil. Rüfət Hidayətzadə, Sumqayıt şəhəri 10 sayılı orta məktəb. 1-ci ixtisas qrupu üzrə Sumqayıt Dövlət Universitetinə hazırlaşan Rüfət mühəndis olmaq istəyir. Boş vaxtlarında bədii ədəbiyyat oxuyur. Ən çox sevdiyi Azərbaycan filmi Babəkdir. Məktəbdə daha çox 4 alır. İngilis dili müəlliminin xətrini lap çox istəyir. Akşin Sakifzadə, Lənkəran şəhəri 4 sayılı orta məktəb. 4-cü ixtisas qrupu üzrə Tibb Universitetinin Müalicə İşi fakültəsinə hazırlaşan Akşin Sakifzadə şoumuza astaradan qatılıb. Boş vaxtlarında maraqlı statistikalar toplayır. Onu ən çox təəccübləndirən statistik məlumat göy balinanın ürəyinin ağ ayı boyda olmasıdır. Kitab oxumağı çox sevir. İdealı Qriqor Mendeldir. Cavid Ağalı, Bakı şəhəri 248 sayılı orta məktəb. Cavid Ağalı 2-ci ixtisas qrupu üzrə hazırlaşır. Turizm üzrə ekspert olmaq istəyir. Turist kimi gəzib şəkil çəkdirmək istədiyi ölkə Yeni Zelandiyadır. Boş vaxtlarında filmlərə baxır. Gravitasiya və Da Vinci şifrəsi filmlərini heç bəyənmir. Cavad Cavadlı, Beyləqan rayonu 2 sayılı orta məktəb. 2-ci ixtisas qrupu üzrə hazırlaşan Cavad Cavadlı Dövlət İdarəçilik Akademiyasına daxil olmaq istəyir. Bir siyasətçi kimi Atatürk'ü çox sevir. Boş vaxtlarında filmlərə baxır. Ən böyük arzusu dövlətə yararlı vətəndaş olmaqdır. Cəlil Şirəliyev, Şamaxı rayonu Texniki, Humanitar və Təbiət Fənləri Təmayüllü Lisey. 2-ci ixtisas qrupu üzrə İqtisad Universitetinin İqtisadiyyat və ya Maliyyə Kredit fakültələrinə hazırlaşır. Gələcəkdə iqtisadçı olmaq istəyir. İndi fəaliyyət göstərən iqtisadçıların fəaliyyətindən çox narazıdır. Boş vaxtlarında şairlərin seçilmiş əsərlərini oxuyur. Fransada olmağı çox arzulayır. Kənan Haqverdiyev, Ağdam rayonu 32 sayılı orta məktəb. 2-ci ixtisas qrupu üzrə hazırlaşan daha bir iştirakçımız Kənan Haqverdiyevdir. Diplomatik Akademiyada Beynəlxalq Münasibətlər fakültəsinə hazırlaşır. Boş vaxtlarında futbola baxır. Qarabağın fanatı olan Kənan Neftçiyə nifrət edir. Skandinaviya ölkələrində olmaq böyük arzularından biridir. Sahil Şirinov, İsmayıllı şəhəri 5 sayılı orta məktəb. 1-ci ixtisas qrupu üzrə hazırlaşan Sahil Şirinovun böyük arzularından biri Fövqəladə Hallar Nazirliyində işləməkdir. Boş vaxtlarında təbinə güc verib şeirlər yazır. Kitab oxumaqla və futbola baxmaqla da arası yaxşıdır. Ən çox sevdiyi futbolçu Əfran İsmayılovdur. Ən çox sevdiyi şair isə Musa Yaqubdur. Elgün Quluzadə, Beyləqan rayonu Öyrənqala kənd tam orta məktəbi. 4-cü ixtisas qrupu üzrə Tibb Universitetinin Müalicə İşi fakültəsinə hazırlaşan Elgün Quluzadə boş vaxtlarında insan biologiyası haqqında oxuyur. Qarabağ futbol klubunun azarkeşidir. Ən çox gəzmək istədiyi ölkə İsveçrədir. Ən böyük arzusu isə tibbdə yenilik kəşf etməkdir. Oyunumuza 1-ci turla başlayacağıq. 1-ci turda hər birinizə uğurlar arzulayıram və 1-ci turun qaydaları belədir. 10 sual səsləndirəcəm. Səsləndirdiyim sualların 4 cavab variantı olacaq və düzgün cavabı seçməyiniz üçün sizə müəyyən vaxt verəcəyik. Vaxt bitdikdən sonra qonq səsi eşidəcəksiniz və bu qonq səsindən sonra düzgün bildiyiniz cavabı seçib göstərə bilmə imkanınız olacaq. Cavabı göstərməkdə gecikmək olmaz. Qonq səsini eşitdiyiniz anda düzgün cavabı seçib göstərin. 3-cü və 6-cı sualdan sonra 1-ci turdakı nəticələrinizi söyləyəcəm. 9-cu sualımız ənənəvi ingilis dili ilə bağlıdır. 10-cu sualımız da milli mahnı və musiqilərlə bağlı olan sualdır. Kim 1-ci turda daha çox suala düz cavab verərsə, daha doğrusu 6 iştirakçımız 2-ci tura keçə biləcək. Diqqətli olun, həyəcanlanmayın. Çalışın ki, suallara düz cavab verib 2-ci tura keçmə şansınızı artırasınız. 1-ci turun 1-ci sualı belədir. Xəstəlik törədən difteriya bakteriyalarının insan hüceyrələrinə təsiri hansı ekoloji amillə bağlıdır? Kimyəvi, abiotik, biotik, yoxsa antropogen? Buyurun, vaxt getdi.
sualımıza 6 nəfər düz, 3 nəfər səhv cavab verdi. Sualımızın düzgün cavab variantı C biotik olacaqdı. Birinci turun ikinci sualı belədir. 1 amper şiddətində sabit cərəyanlı naqilin en kəskiyindən 1 saniyə müddətində keçən elektrik yükünün miqdarı nə qədərdir? 1 watt, 1 klon, 1 joule, yoxsa 1 volt? Buyurun, vaxt getdi. Vaxt bitdi. Birinci turun ikinci sualına 4 nəfər səhv, 5 nəfər düz cavab verdi. Sualımızın düzgün cavab variantı B1 klon olmalıydı. Üçüncü suala keçməzdən öncə xatırlatmaq istəyirəm ki, üçüncü sualdan sonra birinci turdakı ilkin nəticələrinizi xatırladacağım. Diqqətli olun, sualımız belədir. Azərbaycan ədəbi dilinin hansı funksional üslubunun əsas əlamətləri obrazlılıq və emosionallıqdır? Bədii üslub, rəsmi işgüzar üslub, elmi üslub, yoxsa publisistik üslub? Buyurun, vaxt getdi. Vaxt bitdi. Üçüncü sualımıza nə az, nə çox düz 8 nəfər düz cavab verib. Bir iştirakçımız sualımızı düz cavablandıra bilmədi. Sualımızın düzgün cavab variantı A bədii üslub olacaqdı. Birinci turun üçüncü sualından sonra isə nəticələriniz belədir. Rüfət, Akşin, Elgün. Sizin hərənizin 3 xalı var və ilk üçlükdəsiz. Nigar, Cəlil, Kənan, Sahil. Sizin hərənizin 2 xalı var. Ardıcılığı bu cür davam etdirirsiniz. Cavid və Cavad. Sizin səhərənizin 1 xalı var. Birinci turun 4-cü sualı belədir. 1968-ci ildə məhz bu şəxsin prezident seçilməsi ilə Amerika Birləşmiş Ştatlarının siyasi tarixində yenidən respublikaçılar dövrü başladı. Həmin şəxs kimdir? John Kennedy, Ronald Reagan, Franklin Roosevelt, yoxsa Richard Nixon? Buyurun, vaxt getdi. Vaxt bitdi. Dördüncü sualımıza çox təəssüf ki, 8 nəfər səhv cavab verdi. Cavad, yalnız sən sualımıza düz cavab verdi və bu alqışlar da sənin üçündür. Digər iştirakçılarımızsa həvəsdən düşməyin. Çalışın ki, biraz oyanıb suallara daha aktiv cavab verəsiniz. Sualımızın düzgün cavab variantı D. Richard Nixon olacaqdı. 5-ci sualımızsa belədir. Türklər kimdir və kimlərdən ibarətdir? Məqaləsinin müəllifi kimdir? Firidun bəy Köçərli, Abdullah Şaiq, Əli bəy Hüseynzadə, yoxsa Əli Nəzmi? Buyurun, vaxt getdi. Vaxt bitdi. 5-ci sualımıza 5 nəfər düz, 4 nəfər səhv cavab verdi. Sualımızın düzgün cavab variantı C. Əli bəy Hüseynzadə olacaqdı. 6-cı suala keçməzdən öncə xatırlatmaq istəyirəm ki, 6-cı sualdan sonra birinci turdakı ikinci nəticələrinizi söyləyəcəm. Diqqətli olun, sualımız belədir. Kimyada 8-ci qrup elementləri necə adlandırılır? Təsirsiz qazlar, halogenlər, lantonoidlər, aktinoidlər. Buyurun, vaxt getdi. Vaxt bitdi. 6-cı sualımıza hər biriniz düz cavab vermişsiniz. Təbrik eləyirəm və bu alqışlar da sizin üçündür. Sualımızın düzgün cavab variantı A təsirsiz qazlar olacaqdı ki, hamınız da düz cavab verdiniz. Birinci turdakı ikinci nəticələriniz belədir. Rüfət, 5 xalla birincisən. Nigar, Akşin, Cəlil, Kənan, Elgün. Sizin hərənizin 4 xalı var. Ardıcılığı bu cür davam etdirirsiniz. Sahil, Cavid, Cavad. Sizin səhərənizin 3 xalı var və son üçlükdəsiz. 7-ci sualımızsa belədir. Şirvan, Muğan, Mil və Qarabağ düzənliklərində yayılmış əsas torpaq tipi hansıdır? Bozqonur torpaqlar, sarı torpaqlar, allüvial çəmən meşə torpaqları, boz çəmən torpaqları. Buyurun, vaxt getdi. Vaxt bitdi. 7-ci sualımıza 4 nəfər səhv, 5 nəfər düz cavab verdi. Sualımızın düzgün cavab variantı D. Boz çəmən torpaqları olacaqdı. 8-ci sualımızsa belədir. Bədii əsərdə iştirak edən surətlər neçə hissəyə ayrılır?
2, 3, 4, yoxsa 5. Buyurun, vaxt getdi. Vaxt bitdi. 8-ci sualımıza 8 nəfər düz, 1 nəfər səhv cavab verib. Sualımızın düzgün cavab variantı A2 olmalıydı. 9-cu sualımız ingilis dili ilə bağlı olan ənənəvi sualımızdır. İndi biləcəyik görək kim ingilis dilini bilir, kim bilmir. Diqqətli olun, sualımız belədir. Cümləni tamamlayın. If I wanted to learn Italian, nöqtələr, to Italy, I will go, I went, I would go, yoxsa I can go. Buyurun, vaxt getdi. Vaxt bitdi. 9-cu sualımıza 4 nəfər səhv, 5 nəfər düz cavab verdi. Sualımızın düzgün cavab variantı C, I would go olacaqdı. 10-cu sualımıza ənənəvi sualdır. Burada milli mahnı və musiqilərə verdiyiniz dəyəri yoxlayacağıq. 10-cu sualımıza 4 nəfər səhv, 5 nəfər düz cavab verib. Sualımızın düzgün cavab variantı C, Tofiq Quliyev olacaqdı. Və dinlədiyiniz mahnının adı Sənə də qalmaz adlanırdı və siz bu mahnını dünyaca məşhur, həmişə yaşar sənətkarımız Rəşid Behbudovun ifasında dinlədiniz. Birinci turun yekun nəticələri isə belədir. Rüfət, Akşin, Kənan və Cavad. Sizin hərənizin 7 xalı var və 4-ünüz də artıq ikinci turdasınız. Sizi təbrik edirəm. Nigar, Cəlil, Sahil, Elgün. Sizin isə 6 xalınız var. Əlavə sual turuna qaldınız. Sizin 4-ünüzdən yalnız 2 nəfər ikinci tura keçə biləcək. Cavid 5 xalla sonuncusan. Əlavə sual turundasınız. Sizin 4-ünüzdən 2 nəfər ikinci tura keçəcək. Diqqətli olun, sualımız belədir. İnsan orqanizmində neçə növ neyron mərkəzi sinir sistemindən kənara çıxır? 5, 1, 3, yoxsa 2? Buyurun, vaxt getdi. Vaxt bitdi. Artıq ikinci tura çıxan iştirakçılarımızın adı mənə bəllidir. Sahil və Cəlil. Çox təəssüf ki, bu siz deyilsiniz. Nigar və Elgün, sizi təbrik edirəm. Siz artıq ikinci turdasınız. Əlavə sualımızın düzgün cavab variantı D2 olacaqdı. Ağıl Dəryasının ən gərgin və iştirakçılarımızın ən çox qorxduğu tur olan ikinci tura başlayırıq. Birazdan biləcəyik ki, ikinci turda nələr olacaq. İkinci tura keçməniz münasibəti ilə sizi təbrik edirəm. İkinci turun qaydaları belədir. İkinci turda hər birinizə ayrı-ayrılıqda 1 dəqiqə vaxt verəcəm və bu 1 dəqiqə ərzində sizə blitz suallar təqdim edəcəm. Çalışın ki, sualları diqqətlə dinləyib düzgün cavab verəsiniz ki, 3-cü tura keçmə şansınız çox olsun. İkinci turdan 3-cü tura 3 iştirakçımız keçəcək və 3-cü turda da qalibimizi müəyyən edəcəyik. Ona görə həyəcanlanmaq, gərginləşmək lazım deyil. Soyuqqanlı olun, sualları yaxşı-yaxşı dinləyib düz cavab verməyə çalışın. İkinci tura Rüfət sənlə başlayacağıq. Əhvalın necədir? Sağ olun, yaxşıyım. Siz necəsiniz? Biz də yaxşıyıq. Hardan gəlmirsən oyunumuza? Sumqayıt şəhərindən. Necədir vəziyyət Sumqayıtda? Sağ olun, yaxşıdır. Müəllimlərlə yola gedə bilirsən? Gedirəm. Sumqayıtda müəllimlərin fərqi nədir Bakıdakı müəllimlərdən? Bakıdakı müəllimlərin bədən Elə bir fərqləri var? Elə bir fərq var, yoxdur. Hazırlıq pulu qiymətlərində bəlkə fərq ola. Neçə hazırlayırlar bir fənn üzrə? 40 manatdan. Əməlli başlı fərq eləyir də, Bakıda daha bahadır. Hansı sahədə çalışmaq istəyirsən gələcəkdə? Elektrik mühəndisi belə. Hansı universitetdə istəyirsən? Sumqayıt Dövlət Universiteti. Orada oxumaq istəyirsən. Hə. Sumqayıta bağlısan. Cani könüldən. Tək ki, bütün gənclər səni kimi şəhərlərini sevsinlər. Hansı müəllimlərini çox istəyirsən? Ən çox. Hansı fənnin müəllimini daha çox istəyirsən? Kimya, ingilis dili belə. Onlardan hansı xanımdır? Xanım deyəndə ki, ingilis dilidir. İngilis dili müəllimə xanımdır. Neçə yaşı var? Yaşını dəqiq deyəm mən. Deyə bilmərsən, soruşmamsan heç vaxt. Sosial şəbəkələrdə varsanmı? Varam. Aktiv istifadəçisən? İsmən. Heç olubmu ki, müəllimlərinlə sosial şəbəkədə bir yazışasan, Xeyr. bir like eləyəsən? Sumqayıtdan qırağa çıxmaq istəməyən, Sumqayıtı sevən cani könüldən Rüfət idi bu. Hazırsansa başlayaq. Hazır. Rüfət, 1 dəqiqə vaxtın getdi. Məslər hansı nitq hissələrinin xüsusiyyətlərini daşıyır? Hey.
Feilin və ismin. Bu göbələklərdən hansı ağaclarla simbiyoz həyat keçirir? Yağlı göbələk yoxsa pas göbələyi? Pas göbələyi. Yağlı göbələk. NATO neçənci ildə yaradılıb? 1949. Düzdür. Mesopotamiya memarlığına xas olan 3, 5, 7 mərtəbəli pilləli məbədlər necə adlanır? Pas. Zikkurat. Dəli yığıncağı əsərinin müəllifi kimdir? Cəlal Məmmədquluzadə. Düzdür. Saatın dəqiqə əqrəbinin dövr etmə periodu nə qədərdir? 360. 1 saat. Bunlardan hansı paytaxt deyil? Cenevrə yoxsa Lissabon? Cenevrə. Düzdür. Ardıcıl çevrilmələr zəncirinin əmələ gəlməsi ilə gedən reaksiyalar hansı reaksiyalardır? Zəncirvari reaksiyalar. Düzdür. Bədii əsərdə bir predmetin müəyyən əlamətə görə özündən daha qüvvətli başqa predmetə oxşadılmasına nə deyilir? Pas. Təşbih. İngilis dilindən happy sözü sifətin hansı dərəcəsindədir? Müqayisə. Rüfət, bir dəqiqə ərzində 10 sual səsləndirdim, sənsə 5-inə düz cavab verdin. Normal nəticədir. Nəzərə alsaq ki, tədris ili yeni başlayıb, hələ kitablara o qədər də adaptasiya olmamsınız. Normal nəticə hesab eləmək olar, amma bilmirəm, indi bu düz cavablar səni 3-cü tura çıxara biləcək, yoxsa yox. Növbəti iştirakçımız Akşin, sənsə əhvalı necədir? Yaxşı. Hardan gəlmisən? Astaradan. Astarada necədir vəziyyət? Normal. İnkişaf varmı? Var. Çiçəklənirmi Astara? Bəli. Lap yaxşı. Müəllimlər necə? Necə dərs deyirlər sizə? Mən Lənkəranda oxuyuram. Yaxşı. Olsun, yəni olsun, harada oxursan fərqi yoxdur. Oxuduğun yerdə müəllimlərdən razısanmı? Bəli. Hazırlıq pulu necə? Sumqayıtdakı kimi 40 manatdır, yoxsa Bakıdakı kimi 100 manat? Azlığa getmirəm. Necə? Necə hazırlaşırsan bəs? Yalnız məktəbdə dərs. Özün hazırlaşırsan, özün oxuyursan. Məktəbdə dərs keçirlər, bəs edir. Nəçə olmaq istəyirsən? Həkim. Həkim olmaq istəyirsən. Niyə hazırlığa getmirsən? Ehtiyac yoxdur. Yəni hazırlığa getməmə, yəni ehtiyac yoxdur, bunu bilirəm. Müəllimə verilən pul əlavədir. Onu özün də oxuya bilərsən, özün də mütaliə edə bilərsən, özün üzərində çalışıb daha yüksək nəticə əldə edə bilərsən. Bunları dərk eləyirəm. Amma sən nəyə görə getməmisən? Yəni bunlara görə mi getməmisən, yoxsa müəllimlərdən xoşun gəlmir oradakı müəllimlərdən, ona görəmi, yoxsa necə, yoxsa oradakı müəllimlər o qədər də savadlı deyil deyə getməmisən, o qədər səbəb ola bilər ki? Yox, ehtiyac görmədim. Onsuz da məktəbdəki müəllimlər tam bəhs edir. Məktəbdəki müəllimlər sənə hansı sualı versən cavab verirlər, öyrədirlər, izah edirlər. Bunun qarşılığında nəsə tələb eləmirlər ki? Eşq olsun həmin müəllimlərə, həqiqətən. Çox az hallarda bu kimi vəziyyətlə rastlaşıram və bu məni sevindirir. Fond pulu yığmırlar ki sizdən? Əsas odur. Hazırsansa başlayaq. Akşin, bir dəqiqə vaxtın getdi. Hər hansı milli etnik və irqi toplumu tam və ya qismən məhv etmə prosesi necə adlanır? Soyqırım. Genosid. Hər bəndi 4 misradan, hər misrası 8 hecadan ibarət olan 3-5 bəndli yaşıq şeir forması necə adlanır? Qoşma. Gəraylı. Cismin digər cisimlərə nəzərən zaman keçdikcə vəziyyətinin dəyişməsi necə adlanır? Mexaniki hərəkət. Düzdür. Cənubi Amerikanı Şimali Amerikadan hansı kanal ayırır? Panama. Düzdür. İngilis dilindən tərcümədə limp nə deməkdir? Axsamaq yoxsa oxşamaq? Axsamaq. Düzdür. Görmə duyğusunun reseptorları gözün hansı qişasında yerləşir? Torlu. Düzdür. Köpəyə Ehsan satirik şeirinin müəllifi kimdir? Sabir. Seyid Əzim Şirvani. Xürrəmilər hərəkatının birinci mərhələsində üsyana kim başçılıq edirdi? Cavidan. Düzdür. Uzun və qısa sözləri leksik baxımından necə sözlərdir? Antonim. Düzdür. Buz hekayəsinin müəllifi kimdir? Düzdür. 1918-ci ildə yaradılan Azərbaycan fraksiyası Zaqatala Seymində neçə millət vəkili ilə təmsil olunurdu? 21. 44. Akşin, bir dəqiqə ərzində 11 sual səsləndirdim, sənsə 8-inə düz cavab verdin. Birinci sualımız belə idi ki, hər hansı milli, etnik və irqi toplumu tam və ya qismən məhv etmə prosesi necə adlanır? Nə cavab vermişdin? Soyqırım. Cavab genosiddir. Biz bunu nəyə görə düz cavab kimi qəbul edirik? Sualın özündə qismən məhv etmə prosesi sözü var. Əgər qismən məhv etmə prosesi sözü olmasaydı, cavab yalnız genosid olmalıydı. Qismən
məhv etmə isə soyqırıma daxildir. Genosidə isə tam məhv etmə daxildir. Tam və ya qismən sözü olduğuna görə genosid də soyqırım sözü də doğru cavab kimi qəbul olunur. Beləliklə 11 sualdan 8-nə düz cavab verdin. İndi birazdan biləcəyik görək 3-cü tura keçirsən yoxsa yox. Növbəti iştirakçımız Kənan, sən əhvalı necədir? Sağ olun, yaxşıyam. Siz necəsiniz? Biz də yaxşıyıq. Nəçə olmaq istəyirsən? Diplomat olmaq istəyirəm. Hansı ölkədə təmsil eləmək istəyirsən Azərbaycanı? Skandinaviya ölkələri. Niyə Skandinaviya ölkələri? Oranın təbiəti mənim xoşuma gəlir. Çünki orada daha çox soyuq hava olduğu üçün, yağışlı, ilin bütün Sən ora turist kimi getmirsən, diplomat kimi işləməyə gedirsən. Yox, Arzum budur. Yəni oranın havası qəşəngdir, mənzərəsi gözəldir, başa düşürəm. Yəni başqa gözəl ölkələr də var. Niyə məhz Skandinaviya? mənim marağım var. Sən bilirsənmi ki, orada Skandinaviya ölkələrindən bəzilərində insanlar komfortlu həyat şəraitindən intihar eləyirlər. Ona görə orada intihar yüksək səviyyədədir. Xəbərim yox idi. İntihara görə birinci yerdədirlər. Görsənmi, bəzən düzənliklər, xoş təbiət insanlara o qədər də müsbət aura bəxş eləmir. Aynesin efirində reklamlardır. Reklamlardan dərhal sonra Ağıl Dəryasının gərgin mübarizəsi davam eləyəcək. Bizimlə qalın. Hazırlığa gedirsən müəllimlərinin yanına? Bəli, gedirəm. Öz Nə qədər pul verirsən? yanına yox. 50-60 manat. Eşitdim ki, futbol fanatısan. Bəli. Hansı klub azarkeşlik Qarabağ edirsən? futbol klubu. Skandinaviya ölkələrindən birində Skandinaviyalı bir xanımla orada televizor qarşısında əyləşib Qarabağın oyununa baxmaq üçün, eləmi? Yaxşı arzudur. Hazırsansa başlayaq. Bəli, hazıram. Kənan, bir dəqiqə vaxtın getdi. İnsülin hormonunu hansı vəzi ifraz edir? Medaltı vəzi. Ağsu çayı öz mənbəyini hansı dağdan götürür? Kəpəz dağı. İnsanın ayrı-ayrı yaş mərhələlərinin xüsusiyyətini verən aşıq yaradıcılığına aid şeir növü hansıdır? Pas. Vücudnamə. İngilis dilindən tərcümədə live nə deməkdir? Qaraciyər yoxsa ağciyər? Qaraciyər. Saat əqrəbi bir dövr etdiyi müddətdə dəqiqə əqrəbi neçə dövr edər? 60. 12. Əlincə qalası Azərbaycanın hansı bölgəsində yerləşir? Naxçıvan. Düzdür. Azərbaycanda ilk qızlar gimnaziyasının açılmasının təşəbbüskarı kim olub? Pas. Həsən bəy Zərdabi. Azərbaycan Respublikasında dövlət sənədləri hansı üslubda təzahür edir? Pas. Rəsmi işgüzar üslubda. 4-6-cı əsrləri əhatə edən xalqların böyük köçü hansı tayfaların adı ilə bağlıdır? Pas. Hun tayfalarının. Nəyin təsirindən karbonun və silisyumun axırıncı S elektronu P orbitala keçə bilər? Pas. Enerjinin təsirindən yarım səhra və quru çöl iqlimi Azərbaycan ərazisinin neçə faizini əhatə edir? 50%-dən çoxu. Düzdür. Kənan, bir dəqiqə ərzində 11 sual verdim, sənsə ikisinə cavab verdin. Aşağı nəticədir, amma çalış bundan sonra Skandinaviya ölkələrinin şəklinə baxma, kitablara bax və oxu. Növbəti iştirakçımız Cavad, sən əhvalı necədir? Sağ olun, siz. Biz də yaxşıyıq. Sən nəçə olmaq istəyirsən? Mən dövlət işində işləmək istəyirəm, hələ dəqiq. Niyə məhz dövlət işində? Bax, dövlət işində nə var səni çəkən? Dövlətə bir xeyir verməkdən məmnunluq hissi duyuram. Yəni istəyirəm ki, ölkəmizə bir xeyir. Ola bilərmi ki, qohumlar sənə məsləhət versin ki, bax, dövlət işinə get, orada sənin otağın olacaq, kreslon olacaq, katibən olacaq, sənə qulluq eləyəcəklər və ayda çoxlu maaş alacaqsan və biz sənin yanına gələcəksən, bizə kömək eləyəcəksən, bir dənə sənəd verəcəklər, imzalayacaqsan və ayda nə qədər pul qazanacaqsan, ola bilərmi bunların hamısı? Əksinə, əmim, atam və çox yaxınlarım mənə deyir ki, həkim ol. Amma yəni mənim həkimliyə elə də marağım yoxdur və düşünmürəm ki, bu işin öhdəsindən Sən kağız üzərində əməliyyat eləmək istəyirsən. Bəli. Əla. İndi bizə düzünü də görək. Müəllimlərin olurmu ki, il sonunda, imtahan vaxtı bir səni çağırsınlar, desinlər ki, bax, uşaqları yığ, orada bir 3 nəfər oxumayan var, bir əl uzatsınlar, hörmət eləsinlər və s. və ilaxır. Yaman fikrə getdin. Bizim deyəndə sənin sinif nümayəndəsi olduğun sinifdən və həmin məktəbdən gedir söhbət. Xeyr, hələ ki, rastlanmamışam. Əksinə, yəni bizim məktəbdə oxumayan uşaqları çalışırıq ki, oxusun və onlar da yəni oxuyanların cərgəsinə qoşulsun. Və hələ ki, belə rastlaşmamışam. Hansı rayondan gəlmirsən? Beyləqan rayonu. Orada vəziyyət necədir? Hazırlıq qiymətləri necədir orada? Yəni, mənə çox maraqlıdır. Bir fənn üzrə nə qədər pul verirsiniz hazırlığa? Hazırlıq qiymətləri müxtəlifdir. Yəni, maksimum 60 manat. Mənim ümumiyyətlə getdiyim hazırlıqlardan ikisi müəllimlər mənə təmənnası hazırlaşdırır. Niyə? Coğrafiya və ingilis dili müəllim. Yəni vurulublar sənin qara qaşına, qara gözünə, yoxsa necə? Yoxsa xeyriyyə cəmiyyət açıblar? Ya da dövlət işində işləyəcəksən deyə fikirləşirlər ki, nə olar, nə olmaz. Bunun gələcəyi də var. Heç razı deyirəm.
Yəni Və niyə səni pulsuz hazırlaşdırırlar? Bu görünməmiş bir şeydir ki, Azərbaycanda müəllim hansısa şagirdi pulsuz hazırlaşdırır. Yəni bu tarixandır. Yəni əslində bir-iki müəllimə görə elə qənaət vermək lazım deyil. Yəni elə fikir etmək lazım deyil ki, bütün müəllimlər belədir. Əksər müəllimlər elədir amma. Əksər müəllimlər elədir, amma əksər olmayanlar da var. Təbii, biz Azlıq hamısına dostu şamil var. eləmirik. Bəli. O müəllimlərin adını çək, onlara bir təşəkkür eləyək. O səni pulsuz hazırlaşdıran Natiq müəllimlər. müəllim və Nurani müəllim mənə pulsuz hazırlaşdırır. Təşəkkür eləyirik o müəllimlərə ki, amma bilmirəm niyə səni pulsuz hazırlaşdırırlar. Bəlkə də qohumlarının da ona görə. Xeyr, qohumlarım deyil. Sadəcə səni pulsuz hazırlaşdırırlar. Bəli. Ya da sən onlara çoxlu hazırlıq uşağı gətirmisən onların yanına. Xeyr. Hazırsansa başlayaq. Bəli, hazır. Cavad, bir dəqiqə vaxtın getdi. İranda mərkəzi hakimiyyət əl aldıqdan sonra Ağa Məhəmməd Şah Qacar 1785-ci ildə hansı şəhəri paytaxt elan elədi? Tehran. Dünya əhalisinin 4/3 hissəsi hansı materikdə yaşayır? Düzdür. Bizim eramızdan əvvəl 5-ci əsrdə ilk dəfə atom haqqında kim abstrakt fikirlər səsləndirib? Demokrit. Bunlardan hansı insanda gen mutasiyasının nəticəsidir? Gözün buynuz qişasının degenerasiyası yoxsa Gözün buynuz qastrit? qişasının degenerasiyası. Düzdür. Frazeoloji birləşmələr cümlənin quruluşca necə üzv olur? Mürəkkəb. Həyat hadisələrini, obrazların hərəkəti və danışığının vəhdəti yolu ilə canlandıran bədii əsərə nə deyilir? Novella. Dramatik əsər. İngilis dilindən tərcümədə peach hansı meyvənin adıdır? Armud. Şaftalı. Henry Cavendish hansı kimyəvi elementi kəşf edib? Oksigen. Hidrogen. Tarixdə bədbəxtlik gətirən bəxşiş bu adla məşhurdur. Pas. Troya atı. Şimala olan istiqamətlə verilən istiqamət arasında Azimut. qalan və saat əqrəbi istiqamətində Azimut. ölçülən bucağa nə deyilir? Azimut. Düzdür. Bu əsərlərdən hansı Əbdülrəhim bəy Haqverdiyevindir? Pəri cadu yoxsa ölülər? Pəri cadu. Düzdür. Cavad, bir dəqiqə ərzində 11 sual səsləndirdim. Sənsə 4-ünə düz cavab verdin. Nigar və Elgündən sonra biləcəyik ki, 3-cü tura kim keçir? Nigar, növbəti iştirakçımız sən əhvala necədir? Yaxşı. Hardan gəlmisən oyunumuza? Xəzər rayonu 322 nömrəli orta məktəb. Orada necədir məktəbdə təhsillə bağlı vəziyyət? Təhsillə bağlı vəziyyət normaldır. Yəni bütün Azərbaycan məktəblərində olduğu kimi Azərbaycan məktəblərində necədir ki? Super də deyil. Çünki əlbəttə ki, hər yerdə çatışmamazlıqlar var, amma yəni təhsilimiz, müəllimlərimiz, savadlı müəllimlərimiz var. Nə çatışmır bax bizim o Çatışmır. təhsilimizdə, Yəni məktəblərimizdə? təhsilimizdə çox şeylər əslində çatışmır. Sadəcə məsələn elə məktəblər var ki, onlar təbii ki, illik pullu, ödənişli məktəblərdir və orada yəni hər şey şərait super formadadır. Amma əlbəttə ki, dövlət məktəblərində xüsusi meydança, üzgüçülük hovuzu və yaxud kimi rəqs üçün əlavə dərnəklər yaradılmayıb. Yəni dövlət məktəblərində vəziyyət elə də super deyil Azərbaycanda. Yox, məktəbin vəziyyətinin super olması bu ikinci plandadır mənim üçün. O pullu məktəblərdəki müəllimlərin məvacibi ilə pulsuz məktəblərdəki müəllimlərin məvacibi eynidir? Yox, eyni deyil. Eyni deyil, həm də ki, niyə görə eyni deyil? Həm o müəllimlər, məsələn, gərək elə liseylər var ki, bəli, orada xüsusi olaraq müəllimlərin məvacibi çox olur, bəli. Yox, niyə görə çox olur? Çünki onların əziyyəti də çox olur. Nəyə görə? Çünki onlar qalırlar axşama qədər, uşaqları ev tapşırıqlarını hazırlaşdırırlar. Yəni əziyyətlərinə görə uyğun olaraq məvacibi də çox olur. Onlar uşaq hazırlaşdırmır o müəllimlər? Onun xəbərim yox. Yəqin məvacib qənaət edir deyəni hazırlaşdırmır. Sən olubmu ki, müəllimlərinlə müəllimlərinin məvacibi haqqında söhbət eləyəsən? Bəli, olub. Onlar olubmu ki, gəlib gilə Bəli, eləsinlər? olub. Və nə danışıblar, nə deyiblər? Bütün müəllimlər əlbəttə ki, narazıdır öz məvaciblərindən. Çünki həqiqətən də o zəhmətə və o əsəbə dəyməz. Ona görə də məcburdular ki, uşaq hazırlasınlar. Bəli, məcburdular. Əgər məvacibləri normal olsa, onlar da kim özünü yorar ki, axşam-axşam uşaq evinə gəlsin, narahat olsun. Yəni onların da bütün günü demək olar ki, evlərinə uşaq gəlir, gedir, repetitor yanına. Yəni evdə də narahatçılıq. Hazırsınızsa başlayaq. Nigar, bir dəqiqə vaxtın getdi. Çaldıran döyüş romanının müəllifi kimdir? Fərman Kərimzadə. Yarım səhrada meşə və çəmənliklərin yaranmasına nə deyilir? Introsanallıq. İngilis dilindən tərcümədə rich sözü nə deməkdir? Düzdür. Əksər canlıların hüceyrəsində ən çox sayda olan orqanoidlər hansıdır? Ribosomlar 1879-1882-ci illərdə Almaniya, Avstriya və İtaliyanın daxil olduğu hərbi siyasi... Düzdür. Bədii əsərdə surətin xarici görkəminin sözü... Portret. Düzdür. Eyni şəraitdə bərabər sayda müxtəlif qaz molekulları hansı həcmi tutur? Eyni həcmi tutur. Düzdür. Dilimizdə mürəkkəb sözlərin yazılışında hansı işarədən istifadə olunur? Düzdür. 1223-cü ildə Birləşmiş Rus Qıpçaq qoşunları ilə... Kalka mayın 23-də. Düzdür. Surətin dəyişmə yeniliyini xarakterizə edən kəmiyyət hansıdır?
Pas. Təcil. Dərsini gərək elə öyrənəydin ki, yadından çıxmayaydı. Cümləsi tabeli mürəkkəb cümlənin Tərz hansı hərəkət növünə aiddir? zərfliyi. Tərz hərəkət zərfliyi. Düzdür. Avrasiya materikində hansı coğrafi qurşaq yoxdur? Bütün coğrafi qurşaqlar var da. Nigar, bir dəqiqə ərzində 12 sual səsləndirdim, sənsə 8-inə düz cavab verdin. Yaxşı nəticədir. İndi birazdan biləcəyik, görək 3-cü tura keçə bilirsən, yoxsa yox. Onu da nəzərinə çatdırım ki, suallara o qədər tələsik cavab verirdin ki, sualı sonacan səsləndirə bilmirdim. Dərhal cavab verirdin, ona görə sualları yarımçıq saxlamalı olurdum. Amma çalış gələcəkdə belə eləmə, çünki bu səni gərginlikdə saxlayacaq. Növbəti iştirakçımız Elgün, sənin əhvalın necədir? Yaxşıdır, sağ olun. Neçə olmaq istəyirsən? Həkim. Tibb universitetində oxumaq istəyirsən. Ağlın nə gəzir tibb universitetindən? Yaxşıdır. Yaxşı əməliyyat edə bilirlər oranı qutaranlar adamları. Məncə, hə. Bugünkü səhiyyəmizin vəziyyətinə münasibəti necədir? Yəni, yaxşısı da var, pisi də var. Nəyin yaxşısı, pisi var? Yəni, həkimlərin. Həkimlərin. İndi bizdə pisi çoxdur, yoxsa yaxşısı? Məncə, bərabərdir. Bərabərdir. Bərabər olması pisdir. Gərək yaxşısı çox ola. Nəyə görə gənclər gedib xaricdə oxuyurlar, elə orada da qalırlar, gəlmirlər? Məsələn, mən həkim olmaq istəyirəm. Məncə, praktika Azərbaycanda azdır, ona görə xaricdə oxumaq istəyirlər. Bu praktikanı kim çoxaltmalıdır? Respublikada, yəni Dövlət. dövlət. Ümid eləyək ki, tibb sahəsindəki tələbələrin inkişafı üçün, oxumaları üçün praktikanı, yəni təcrübəni çoxaldacaqlar. Nəyə görə bizdə xəstələrimiz İrana gedirlər? Yəqin ki, elə güman edirlər ki, orada daha yaxşı müayinə edirlər. Yəni burada yaxşı müayinə eləmirlər. Bəlkə Onlar orada elə qiymət fikirləşir. ucuzdur. Necə? Bəlkə orada qiymətlər ucuzdur. O da ola bilər. Hardan gəlmirsən? Beyləqandan. Orada vəziyyət necədir? Yaxşıdır. Fond pulu yığmırlar məktəbdə. Xeyr, Bəs nə pulu yığırlar? vekinə. Adətən rayon kənd yerlərində pul yığmırlar, hamı bir-birini tanıyır, bir-birinə hörmət əlaməti olaraq, nə bilim, cücə göndərir, bir Xeyr, qoyun elə şey kəsir yoxdur. göndərir. Olurmu elə şeylər? Xeyr, xeyr. Rastlaşmamısanmı? Xeyr. Eşitməmisənmi? Harada istirahət elədi bu yay? İstirahət eləmədim, əsasən kitablarımla məşğul. Ancaq kitab oxudum. Bəli. İndi görək necə oxumusan. Hazırsansa başlayaq. Bəli. Elgün, bir dəqiqə vaxtın getdi. Göytürk İmperatorluğunda Xaqanın varisinə verilən titul həm də Oğuz dövlətində hökmdara deyilirdi. Yabqu. Yollara iz düşür piyesinin müəllifi kimdir? Bəxtiyar Vahabzadə. Verilmiş hesablama sisteminə nəzərən sükunətdə olan yüklü zərrəci elektromaqnit sahəsi tərəfindən təsir edən qüvvə necə adlanır? Elektrik qüvvəsi. Düzdür. İngilis dilinə 0 necə tərcümə edilir? Düzdür. Dünyanın ən hündür şəlaləsi olan Ahil hansı çayın qolu üzərindədir? Amazon. Orinoco çayının. Sözün sonradan qazandığı törəmə Məcazi mənası necə mənası. adlanır? Məcazi. Düzdür. Bu heyvanlardan hansının növlərinə rast gəlinmir? Qatırın yoxsa uzunqulağın? Qatırın. Düzdür. 971-ci ildə əsası qoyulan Şəddadilər dövlətinin paytaxtı hansı şəhəridir? Şamaxı. Gəncə. Sakinamə hansı əsərin ikinci adıdır? Pas. 7 cam. Zaman keçdikcə amplitudu dəyişməyən rəqslərə nə Sönməyən deyilir? rəqslər. Düzdür. Dəyişkənlik nəticəsində meydana gələn və hər hansı əlamətə görə normal tipdən fərqlənən irsiyyətcə dəyişmiş orqanizm forması necə adlanır? Dəyişim forması, mutasiya. Düzdür. Elgün, bir dəqiqə ərzində 11 sual səsləndirdim, sənsə 6-sına düz cavab verdin. Normal nəticə hesab eləmək olar, amma nəticəni daha da artıra bilərsən. İkinci turun yekun nəticələri isə belədir. Akşin və Nigar, hərənizin 8 xalı var, birinci, ikinci yeri bölüşdürürsünüz. Elgün 6 xalla 3-cüsən, adını çəkdim bu 3 iştirakçı artıq 3-cü turdadır, sizi təbrik eləyirəm. Rüfət 5 xalla 4-cüsən, Cavad 4 xalla 5-cisən, Kənan 2 xalla sonuncusan. Hər birinizin böyük maraq və səbirsizliklə gözlədiyi ən maraqlı turlarımızdan biri olan 3-cü tura başlayırıq. Bu turda qalibimizi müəyyən eləyəcəyik. Elgün, Nigar, Akşin, artıq 3-cü turdasız 3-cü tura keçməniz münasibəti ilə sizi təbrik eləyirəm. 3-cü turun qaydaları belədir. 3-cü turda 4 kateqoriyamız var. Hər kateqoriyamızdan hərənizə bir sual səsləndirəcəm. Yəni, öz sualınıza düz cavab verəcəyiniz halda hesabınıza 2 xal yazılacaq. Öz sualınıza pas deyə bilərsiniz, sərt cavab verə bilərsiniz. Buna görə hesabınızdan xal çıxılmayacaq. Oyunçu yoldaşınızın sualına cavab verdiyiniz halda hesabınıza 3 xal yazılacaq. Əgər hesabınızda xal varsa və oyunçu yoldaşınızın da sualına sərt cavab verirsinizsə, hesabınızdan 1 xal çıxılacaq. Buna görə də diqqətli olun, bu tur riskli turdur. Burada dünya görüşünüzü, informasiya bolluğunuzu və məntiqinizi yoxlayacağıq. Beləliklə, birinci kateqoriyamız
Fəhlə, özünü sən də bir insan mı sanırsan adlanır. Fəhlə, özünü sən də bir insan mı sanırsan kateqoriyasının birinci sualı Elgün sənə səslənir. Sual belədir. Kateqoriyamızın adı Mirzə Ələkbər Sabirin hansı şeirindəndir? Bəlkə kateqoriya nə zaddır? Fəhlə, sən də özünü bir insan sanırsan. Konkret cavabın varmı? Bu elə. Fəhlə, sən də özünü insan sanırsan. Səhv cavabdır. Buyur Nigar. Yəni belə işim ki, fəhlə sən də özünü bir insan mı sanırsan, axmaq kişi insanlığı asan mı sanırsan? Yəni bu şeirin adı nədir? Mirzə Ələkbər Sabirin bu şeiri, yəni bu adda olan şeiri kateqoriyamızın adı ilə eynidir. Fəhlə. Tamamilə doğrudur. Səni təbrik edirəm. Hesabına 3 xal yazdırdın. Fəhlə, özünü sən də bir insan mı sanırsan kateqoriyasının ikinci sualı Nigar elə sənə səslənir. Sual belədir. Mən fəhləyəm, bakılıyam, müqəddəsdir şöhrətim, təntənəyə çevirmişdi həyatımı, dövlətim. Bu misraların müəllifi kimdir? Cavab variantın varmı? Yox. Buyur Akşin. Səməd Vurğun. Səhv cavabdır. Buyur Elgün. Bəxtiyar Vahabzadə. Səhv cavabdır. Çox asan sual idi. Söhbət Süleyman Rüstəmdən gedirdi. Bu misraların müəllifi Süleyman Rüstəm idi. Fəhlə, özünü sən də bir insan mı sanırsan kateqoriyasının son sualı Akşin sənə səslənir. Sual belədir. Azərbaycanın bu məşhur şair dramaturqu 1925-ci ildə Şəkidə Fəhlə ailəsindən anadan olub. Ədəbiyyat tariximizə silinməz iz qoymuş bu şəxs 2009-cu ildə 83 yaşında Bakıda vəfat edib. Söhbət kimdən gedir? Bəxtiyar Vahabzadə. Tamamilə doğrudur. Səni təbrik edirəm. Hesabına 2 xal yazdırdın. Fəhlə, özünü sən də bir insan mı sanırsan kateqoriyasından sonra nəticələriniz belədir. Elgün 0 xalın var. Akşin 2 xalın var. Nigar 3 xalla hələlik lidersən. İkinci kateqoriyamız alma almaya bənzər adlanır. Alma almaya bənzər kateqoriyasının birinci sualı Elgün sənə səslənir. Sual belədir. 1503-cü ildə məhz bu döyüşdə Sultan Muradın ordusunu darmadağın edən Şah İsmail Şirazı ələ keçirdi. Alma qulağı döyüşü. Tamamilə doğrudur. Hesabına 2 xal yazdırdın Elgün. Alma almaya bənzər kateqoriyasının ikinci sualı Nigar sənə səslənir. Sual belədir. Rəvayətə görə bu alim bağda gəzərkən başına alma düşmüş və o yerin cazibə qanununu kəşf etmişdi. Söhbət kimdən gedir? Newton. Tamamilə doğrudur. Söhbət İshak Newtondan gedirdi. Hesabına sən də 2 xal yazdırdın. Alma almaya bənzər kateqoriyasının son sualı Akşin sənə səslənir. Sual belədir. 1975-ci ildə çəkilən Alma almaya bənzər filminin rejissoru kimdir? Cavab variantın varmı? Xeyr. Buyur Elgün. Pas. Buyur Nigar. Pas. Söhbət Arif Babayevdən gedirdi. Kino rejissor Arif Babayev 1975-ci ildə Alma almaya bənzər filmini çəkmişdi. Təəssüf ki, heç biriniz bu suala düz cavab verə bilmədiniz. Hanım, belə almalar heç yanda yoxdur. Bu iki almanı çəkinmək üçün. Bəs niyə belə azalırsan? Bu dərs içində əyanı və Sait kimi. 36 kimi? Xırda yoxdur. Kərimov, al bunu atdığı. Get xırdala, gətir bu kişiyə 36 qəpik ver. Hı? Oğlum, bu almadan bir kilo... Buraya görmədin. Neçədən satsa da? 50 köbükdən. Adı bəs mən sənə nə demişəm? Sən nə qanmaz adamsa da? Vallahi, özüm də bilmirəm bu nə möcüzədir. Manat yarım demək istəyirəm, ağzımdan 50 köbük çıxır. Alma almaya bənzər kateqoriyasından sonra xallarınız belədir. Elgün və Akşin sizin hərənizin 2 xalı var. Nigar 5 xalla hələlik birincisən. Üçüncü kateqoriyamız şah qanun deyil, qanun şahdır adlanır. Şah qanun deyil, qanun şahdır kateqoriyasının birinci sualı Elgün sənə səslənir. Sual belədir. Təxminən 1500 il əvvəl yaranmış Çaturan qoyununun müasir adı nədir? Şahın qanunu. Səhv cavabdır. Buyur Nigar. Əslində demək istəyirəm, çox sadədir, amma... Cavab variantın varsa, de. Yox, risk eləmək istəmirsənsə də öz seçimindir. Şahmat. Tamamilə doğrudur. Səni təbrik edirəm. Hesabına 3 xal yazdırdım. Şah qanun deyil,
Qanun şahtı kateqoriyasının ikinci sualı. Nigar, sənə səslənir, sual belədir. 1999-cu ildə Bakının 70 kilometr cənub-şərqində kəşf edilən bu qaz yatağı dünyanın ən böyük qaz kondensat yataqlarından biri hesab olunur. Söhbət hansı qaz yatağından gedir? Bakıda olan qaz yatağı Şahgilandır da. Səhv cavabdır. Buyur, Akşin. Şahdəniz. Tamamilə doğrudur. Səni təbrik edirəm, hesabına 3 xal yazdırdım. Akşin, şah qanun deyil, qanun şahtı kateqoriyasının son sualı sənə səslənir, sual belədir. Əbdülqasım Firdovsinin İran şahlarının həyatını şeir formasında əks etdirən 60 min beytdən ibarət poeması məhz belə adlanır. Şahnamə. Tamamilə doğrudur. Səni təbrik edirəm, hesabına 2 xal yazdırdım. Şah qanun deyil, qanun şahtı kateqoriyasından sonra nəticələriniz belədir. Elgün 2 xalın var, Akşin 7 xalın var, Nigar 8 xalla hələlik lidersən. Son kateqoriyamız üçüncülər adlanır. Üçüncülər kateqoriyasının birinci sualı Elgün sənə səslənir, sual belədir. 2002-ci ildə Yaponiya və Cənubi Koreyada keçirilən futbol üzrə dünya çempionatında 3-cü yeri bu ölkənin yığma komandası qazanıb. Söhbət hansı ölkədən gedir? Almanya. Səhv cavabdır. Buyur, Nigar. Pas. Buyur, Akşin. Türkiyə. Tamamilə doğrudur. Səni təbrik edirəm, hesabına 3 xal yazdırdın. Üçüncülər kateqoriyasının ikinci sualı Nigar sənə səslənir, sual belədir. Qızıl Arslan hansı sultanın Səlcuq əmirlərindən ibarət qüvvələrini 1190-cı il Həmədan vuruşmasında məğlubiyyətə uğradıb? Məhəmməd Cahan Pəhləvan. Səhv cavabdır. Buyur, Akşin. Pas. Buyur, Elgün. 3-cü Arslan. Kim? 3-cü Arslan. Səhv cavabdır və hesabından bir xal çıxıldı. Sualımızın düzgün cavab variantı 3-cü Toğrul olacaqdı. Təəssüf ki, heç biriniz düz cavab verə bilmədiniz. Üçüncülər kateqoriyasının son sualı Akşin sənə səslənir, sual belədir. Dünyada əhalisinə görə bu ölkə 3-cü yeri tutur. Söhbət hansı ölkədən gedir? ABŞ. Tamamilə doğrudur. Səni təbrik edirəm. Hesabına 2 xal yazdırdım. Üçüncü turun yekun nəticələri belədir. Elgün 1 xalın var. Nigar 8 xalın var. Akşin 12 xalla 7-ci mövsümün ikinci oyununun qalibisən. Səni valideynlərini, müəllimlərini, dostlarını təbrik edirəm ki, səni kimi savadlı bir gəncə sahibdilər. Nigar, üzülmə. Elgün, üzülmə. Çox yaxşı mübarizə apardınız. Yenidən iştirak eləyib öz savadınızı, biliyinizi yoxlaya bilərsiniz. Bugün Ağıl Dəryasında 7-ci mövsümün ikinci oyununun sonuna gəldik, çatdıq. Əziz abituriyentlər, əgər siz Ağıl Dəryasında iştirak edib qalib olmaq istəyirsinizsə, öncə qeydiyyatdan keçin. Qeydiyyatdan keçmək üçün Facebookda Ağıl Dəryası səhifəsinə daxil olursunuz. İsmarıc vasitəsilə layihəmizin prodüseri Nazimlə əlaqə saxlayıb qeydiyyatdan keçirsiniz. Qeydiyyatdan keçməyin digər yolu isə belədir. Şəxsiyyət vəsiqənizi və məktəbdə oxuduğunuzu təsdiqləyən arayışı götürüb gəlirsiniz ANS. ANS-in özündə qeydiyyatdan keçərək Ağıl Dəryası intellektual teleşousunda iştirak etmək hüququ qazanırsınız. Bu həftə isə məndən bu qədər. Harda olmağınızdan asılı olmayaraq ağlınızdan, özünüzdən və ən əsası kitablarınızdan müğayət olun. Hələlik.